Mədəniyyət İşçilər Həmkarlar İttifaqı tərəfindən təşkil olunmuş bugünkü master-klassa görə səmimi qəlbdən təşəkkürümüzü bildiririk. Bu master-klasslarda tək uşaqlar vaxtında səmərəli deyil, eyni zamanda maarifləndirici keçirirlər. Yəni burada bugünkü mövzu eko dost mövzusu idi və nəticədə eko çanta hazırladılar. Ekologiyana bağlı müəyyən fikirlərini aldılar, yeni bir şeylər öyrəndilər. Özləri rəngləməklə bir terapi oldu bunlar üçün. Biz təşəkkür edirik təşkilatçılara. Ümid edirik ki, bu mütəmadi olaraq davam eləyəcək. Bizi də unutmayacaqlar, dəvət eləyəcəklər. Çox maraqlı idi. Yenidən gələcəm. Həvəslə də bunu istifadə edəcəm. Çox sağ olun. Bugün təşkil olunan eko çanta üzərində master-klass təkcə uşaqlarda asudə vaxtın səmərəli təşkili deyil, həm də onlarda ekoloji düşünmə tərzinin formalaşdırılmasına, estetik zövqünün formalaşdırılmasına müsbət təsir göstərdi. Bugün eko çanta üzərində istədiklərini çəkərək öz fantaziyalarını nümayiş etdirdilər və bu da onlarda diqqət və təxəllülün inkişafına, estetik zövqün inkişafına müsbət təsir göstərdi. Həmçinin də bugün bu uşaqlar bu tədbirdən ətraf mühiti qorunması hisslərini daha da gücləndirərək daha az tullantılardan istifadə etməyi onlara aşıladı. Ümid edirəm ki, belə tədbirlər davamlı olacaq. Uşaqlar bugün həm əyləndilər, həm də öyrəndilər və bunun üçün mən təşkilatçılara öz təşəkkürümü bildirirəm və belə tədbirlərin davamlı olmasını arzu edirəm. Çox bəyəndim, çox sağ olun.